Bugün zavtraka bizdə manna kaşa olacaq. Çıxartdım, artıq hazırdır. Gözləyir ki, qaynasın bizdə süd. Ondan sonra əlavə eləyəcəm, qarışdıra-qarışdıra. Bir də burada yumurta bişirirəm. Kim nə istəyir onu yeyər. İstəyərlər yumurta yeyərlər, istəyərlər kaşa yeyərlər. Belə. Bir də gördüm ki, qazımız azaldı. Bilmirəm niyə. Yəqin ki, kəsiləcək birazdan. Əslində belə bir xəbər heç oxumadım ki, bugün biz qazsız qalacağıq, amma mən уже görürəm ki, qaz sönmək istəyir. Belə, sönməmiş tez bazar bunu hazırlayayım. Əsas budur, çayım hazırdır, dəmləmişəm, çay hazırdır, əsas yemək qalıb. Bunu da indi tez bazar hazırlayayım və salam. Manna kaşanı mən belə hazırlayıram. O deməli gördünüz də biraz süd qaynamağa başladı. Həmən dəqiqə manna əlavə eləyirəm və dayanmadan qarışdırıram ki, içində belə yumru-yumru belə şeylər olmasın. İndi qaynayan kimi bir damcı qaynasın. Qazı söndürəcəm. Üzərinə kərə yağı, sonra duz əlavə eləyəcəm. Şəkəri isə uşaqlar özləri kim nə qədər xoşlayır, öz qabına əlavə eləyəcək. Belə və görürsüz, heç nə orada şey olmur da, belə yumru-yumru heç nə qalmır. Hamısı qəşəng qarışır, belə olur. Dünən bulka hazırlamışdım və mənə ancaq bu qaldı. Yaxşı ki, bunu saxladılar kasaba. Məni unutmadılar və mən gedim indi çay içim bu bulka ilə. Necə də mən bezdim bu görüntü ilə. Bu pəncərə artıq məni çox bezdirir. Tez-tez çirklənir, tez-tez bunu silirəm və yenə də o çirkli olur. Bir damcı yağış yağsın, axşamlar elə olur ki, bir damcı hardasa 1-2 dəqiqəlik yağış yağır. Bilmirəm hardan gəlir bu yağış. Yağır və mənim pəncərələrimi bu günə salır. Siz bir bunun vəziyyətinə baxın. Çox bezdim belə görüntülüdən. Mən tez-tez silirəm bu pəncərəni, amma tez-tez çirkli olur. Bəlkə də bütün pəncərələr bu vəziyyətdədir. Amma nədənsə ancaq bu pəncərə mənim gözümün içinə girir. Çünki mən burada qabları yuyanda, yemək hazırlayanda bu pəncərə məndən üz-üzə olur deyə ona görə bu pəncərəni daha çox görürəm. Ona görə indi tez əskini götürüb bunu tərtəmiz təmizləyim və qayıdacağım sizə. Bu da son nəticə, nəhayət ki oldu tərtəmiz. Elə bil ki heç şüşə orada yoxdur. Bu başqa məsələ. Yoxsa ki o çirkli olanda adamın heç belə baxmaq istəmir. Həmişə ştorları bağlayıram və çölə baxmıram. Amma indi özümə də xoş olacaq burada nəsə iş görməyə, yemək hazırlamağa ya da ki qabları misal üçün yumağa. Düzdür, gün batıb, ona görə biraz başqa cür görsənir. Hə, belə. Bu əski ilə təmizləyirdim. Hansı ki sizə göstərmişdim də, almışdım bunu 1 manat 50 qəpiyə, yoxsa 1 manat 20 qəpik. Yadımda deyil, dəqiq neçə. Deyəsə 1.20-yə idi. Almışdım. Bir tərəfi elə bil ki koja kimidir, amma təmiz koja deyil də. Bir tərəfi isə baxın belədir. Mən bu tərəfdən silirəm. Çox qəşəng tərtəmiz eləyir və əziyyət çəkmək heç lazım deyil. Belə tez-tez silirsən, olur tərtəmiz. Bu başqa məsələdir. Sizsiz göründələr hazırladım. Mən yerə də pizza düzəltmişəm. 3 dənə pizza və bu ancaq qaldı. Uşaqlar yedilər. Hələ ki üzərinə bağlamıram, çünki istidir. Qoy soyusun, sonra üstünü bağlayacağam. Mən belə həmişə doğrayıram və üst-üstə belə yığıram. Heç nə yapışmır, əla olur, əzilmir. Sonra axırda bağlayıram. Soyuyandan sonra bağlayıram ki, qurumasın. Və çayla içməyə belə bir şirniyyat hazırladım. Adi şəkər xəmiri ilə düzəltmişəm belə bir şirniyyat ki, çünki uşaqlar bilirsiniz də, hamı evdədir, tətildir, hamı nəsə atışdırmalı şeylər axtarır, yemək istəyirlər və ona görə dedim nəsə hazırlayım. Sizə göstərmədim, çünki hər dəfə eyni şeydir. Göstərirəm, şirniyyat olsun ya pizza, eyni olduğuna görə göstərmədim. Sadəcə bir ideya kimi dedim sizə çəkim göstərim. Bəlkə sizdə də uşaqlar nəsə atışdırmalı tez-tez sizdən istəyirlər və dedim sizə göstərim ki, siz də bişirə bilərsiniz. Belə
Görürsüz, bizdə gün batır və belə işıq düşür bura. Gəlin indi mənim komodumu burada yekunlaşdıraq. Göstərim sizə bir neçə gün bundan qabaq buranı təmizləyiş görmüşdüm sizinlə birlikdə və indi yenə də burada biraz artıq şeylər yığıldı. Bu burada mütləqdir. Hər axşam belə dərman yandırırıq. Çünki indi yaydır, ağcaqanad var. Mən belə dərmanı alıram. Çünki belə dərmandan daha çox nəticəni görürəm. O biri sulu dərmanı toka taxırsan və bütün gecə rahat yata bilmirsən, bilmirəm, o biraz zəif elə bil ki işləyir. Amma bu çox qəşəngdir. Bunu yatmamışdan yarım saat qabaq yandırırıq bu dərmanı və otağı bağlayırıq. Ondan sonra qapını açırıq, pəncərə açırıq və rahat səhərə kimi yatırsan, heç kim sənə mane eləmir. Belə bir prişepka var, kanselyariya prişepkasıdır bu. Uşaqlardan götürdüm və belə istifadə edirəm. Nəinki belə, hətta mətbəxdə də belə, bu prişepkadan istifadə edirəm. Misal üçün paketlərdə olan hansısa bir ərzaq tökülməsin deyə bununla üstündən belə yapışdırıram və çox qəşəng əlinizdən sürüşsə də heç vaxt dağılmayacaq. Çox qəşəng prişepkalardır. Mən bunu mətbəxdə çox işlədirəm. Bir də belə işlədirəm. Misal üçün bunu stolun üstünə qoymayım deyə, ya da ki bura qoysam yenə də o tez sönəcək. Amma belə qoyuruq və belə görürsüz, yavaş-yavaş yanır. Altına mütləq belə qapaq qoyuram ki, stolum yanmasın. Bu da artıqdır burada. Bunları bilmirəm kim gətirdi, amma söhbət ondan getmir. Söhbət ondan gedir ki, burada təmiz qaldı. Mənim üçün təmiz. Bəlkə kimsə deyəcək burada kaşadır, amma mənim üçün bu səliqəlidir, yaxşıdır. Hər bir şey öz yerindədir. Bir dənə toz var burada. Tozu siləcəm indi. Çünki pəncərə bütün günü açıqdır. Yaydır, istidir, külək olur arada və ona görə külək toz gətirir bura. Bu heç, mən sizə nə göstərmək istəyirdim. Bir vlogda demişdim də, yəqin ki sizə bacım mənə peeling hədiyyə eləmişdi, sağ olsun, özünə almışdı və beynindən keçdi ki, mənə də alsın. Belə bir peeling aldı. Əslində məndə peeling var. Biz Leyli ilə birlikdə bunu işlədirik. Amma bilmirəm, burada elə bir ki, yeni yetmə kimi qısa şəkli var. Bilmirəm, bu indi mənə gedir, getmir. Amma mənə elə gəlir ki, peelingin heç fərqi yoxdur. Əsas odur ki, öz işini görsün, təmizləsin. Çox qəşəngdir, bunu biz istifadə edirik. Yayda elə də tez-tez işlətmirəm. Çünki peelingi çox işlədəndə onda üzdə ləkələr əmələ gəlir. Bunu çox vaxtı qışda, payızda istifadə edirəm. Amma yayda da arada axşamlar eləyirəm. Bilirəm ki, misal üçün evdə olacam, sonra yatmağa gedəcəm və onda istifadə eləyirəm. Amma elə də tez-tez yox. Və bacım da belə bir peeling hədiyyə elədi. Bu Faberlic'in məhsuludur. Burada yəqin ki işləyənlər bilirlər. Əvvəl mən də Faberlic'də işləyirdim. Düzdür, sata bilmirdim. Hər şeyi özüm üçün alırdım. Qohumlar zakaz eləyirdi belə. Sonra baxdım ki, bezdiricidir, baş ağrısıdır və mən elə bir ki, qabağa yox, dala gedirdim deyə və ona görə oradan çıxdım. Həm də elə bil mənə sərf eləmədi. Nəysə. Belə bu, bir də belə bir SPF krem hədiyyə elədi bacım. SPF 50. Çox qəşəngdir. Bu həmişə lazım olur. Bunu mən tez-tez istifadə edirəm. Hal-hazırda məndə evdə belə bir SPF var, amma o da 50-dir. Bu da 50-dir, bu da. Bu var, biri də var idi, onu artıq bitirdim. Həyətə düşəndə onu istifadə edirdim, artıq bitdi. Bu qaldı, bu da uje sıxıram, nə qədər uje çıxmır. Yəqin ki, bu da uje все bitir. Keçəcəm buna. Artıq bir dəfə bunu eləmişəm, üzdə çox qəşəng üzdə qalır. Yəni ağ belə topa-topa belə ləkələr olmur. Bir dəfə belə bir SPF almışdım. O qədər ondan əziyyət çəkdim. Onu ancaq qoluma istifadə elədim axırda. Çünki üzümə eləyəndə elə bir ki, qatıq sürtüb çölə çıxmışam. Belə bir görüntü olmuşdu. Bu amma elə deyil. Çox qəşəngdir, nazik eləyirsən və üzdə elə bir ki, biraz mat kimi göstərir. Çox qəşəngdir, bunu bəyəndim. Korobkanı artıq atmaq olar və bunlar bura qoyacam. Mənim
komoduma xoş gəlmisiniz. Burada paltar yerləşdirirdim və bir mişok tapdım. Hansı ki paltarı heç bilmirdim ki, orada paltarlar var. Bu общем onları açdım, çıxartdım. Bunları atacağam. Çünki 2 ildir şkafda durur. Onları geyinmirəm. Futbolkalar da çoxsa orada. Futbolkam çoxdur və çatdırmıram. Yay boyu onları geyinməyə heç çatdırmıram. Bunları atmayacağam, neyniyəcəm? İndi sizə deyəcəm. Bunları qəşəng kəsəcəm, xırda-xırda əski düzəldəcəm onlardan və misal üçün hansısa bir tozlu iş ya pəncərə silmək, çirkli bir yer olanda bu əskini götürürəm, silirəm və tuluyuram. Bir də çoxu necə istifadə edirəm. Misal üçün zibil vedrəsini içini silməyə lazım olanda bu əskini götürürəm, ondan silirəm və həmin dəqiqə tuluyuram. Belə. Ona görə burada məndə belə təmizlik gedir. Bu kulok artıq boşaldı. Bunları qoyacağam şkafa. Bunları isə hamısını tullayacağım. Çünki 2 ildir bunları heç geyinmirik. Boş-boşuna şkafda yer. Keçən il aldığım futbolkaları bu il onları evdə geyinmək üçün arasında qoymuşam. Çünki o qədər onları yudum ki, indi isə harasa onunla geyinib gəzməyə getməyə yaxşı vəziyyətdə deyil. Ona görə qoydum ki, evdə onları geyinim. Bunlar isə neçə ildir geyinirdim. Ondan sonra bir mişokun içinə qoymuşdum. Unutdum. Yayın əvvəlində bu mişok haqqında unutmuşdum. İndi isə gördüm və dedim ki, onsuz da geyinmirəm. Boş-boşuna orada durur. Mənə isə belə gündəlik əskilər lazımdır. Harasısa silmək, bütün günü pəncərə açıqdır, toz silmək, nə bilim uşaqların ayaqqabıları tez bazar silib və əskiləri atmaq üçün bu ən çox qəşəng variantdır. Yay başladı, amma biz hələ dənizə getməmişik. Əslində dənizə getməyi xoşlayıram. Orada istirahət eləməyə, zaqar eləməyə hər bir şeyini xoşlayıram. Amma bir dənə minusu odur ki, ora istirahət adına gedirsən, oradan gələndə o qədər yorğun olursan ki, üstəlik də özünlə toz torpaq gətirirsən, çoxlu çirkli paltarlar gətirirsən və yorğun-yorğun təzədən uşaqları çimizdirmək, təmizləmək o iş olur deyə ona görə heç getmək istəmirəm. Əslində bu da biraz bir bəhanədir. Ürəkdən əgər ora getmək istəsəm, heç bir şey gözümün qabağında dura bilməz və yığışıb gedərik. Sadəcə nəyə görə getmirəm? Birincisi dəniz çox çirkli olub, ikincisi də ki, yay hələ təzə-təzə başlayıb. İyunun 15-dən artıq çimərliyi açıq elan eləyiblər. Yəni suyu yoxladılar, su tərtəmizdir. Gedib çimmək olar və artıq o gündən nə qədər ölüm var idi, nə qədər insanlar batmışdı dənizdə. Ondan çox qorxuram. Dənizdə çoxlu demək olar ki, hər gün zəlzələ olur və orada çoxlu dərin çuxurlar əmələ gəlib və ona görə bu şeylərdən çox qorxuram. 2 il bundan qabaq dənizə yığışıb getmişdik uşaqlarla birlikdə və dənizə gələn zaman gördük ki, 4 nəfər batmışdı. 3-ünü çıxartmışdılar sudan, düz gözümüzün qabağında çıxardıblar. Sonra skora gəldi, onları apardı və biz elə bildik ki, artıq hər bir şey sakitləşdi və rahat girib çimmək olar. Və bir neçə dəqiqədən sonra yanımıza bir dənə lotka gəldi. Biz elə bildik ki, bu elə belə nəzarətdir. Yoxlayırlar ki, cəmaət bu toplardan arxası, topdan uzağa getməsinlər, ancaq bu tərəfdə də çimsinlər. Elə bildik ki, sadəcə bu nəzarətdir. Sən demə həmən yerdə düz bizim yanımızda hardasa 2-3 metr aralı lotkanın düz altından su altı dalğıcılar çıxmışdılar və onlar bir qızı çıxartmışdılar sudan. Biz sadəcə şok olmuşduq. Mən isə burada mərci supu hazırladım. Ən sevimli sup mənim uşaqlarım. Bunu biz suxari ilə qəşəng yeyirik. Suxari üzərinə eləyirsən qatıqla, suxari ilə lap belə dadlı olur. Belə. Qoy bu biraz pişsin. Ondan sonra üstündən blenderdan keçəcəm və uşaqlara artıq yemək olar. Söhbətimizi davam edək. Biz sadəcə şok olduq, çox qorxmuşduq. Biz də uşaqlar da hamımız elə vəziyyətdə olmuşduq ki, həmən dəqiqə yığışdıq və suyun içinə girə də daha bilmədik. Ondan sonra biz dənizə heç getmədik. Arada adamın ürəyindən keçir ki, gedəsən, uzanasan, zaqar eləyəsən, biraz duzlu suyun içində üzərsən, amma ki, yenə də həmən o hər bir şey gözün qabağına gəlir və təzədən getməyə ora istəmirsən. Ona görə biz
həmən ili də uşaqlar üçün baseyn aldıq və istəyəndə baseyndə çimirik. Düzdür, baseyn dənizlə heç cürə müqayisə eləmək olmaz. Çünki baseyn öz yeri var, dənizin də öz yeri var, amma belə bir şeylər insan eşidəndə, görəndə heç yerə getmək istəmirsən, qorxursan. Quşların səsini eşidirsiniz, pəncərə açıqdır və biz bura o qədər buğda tökmüşük bizim toyuqlara görə. O qədər buğda tökdük və həmən quşlar indi yığışıblar. Bizim bağımız ancaq quşlarla doludur. Hər səhər bizə əvvəllər xoruz oyadırdı, indi isə bu quşlar. Sizlə danışana qədər nələr düzəltmişdim o haqda danışmadım, amma sadəcə göstərdim. Məncə danışmağın da heç mənası yoxdur, çünki hər bir şey göz qabağındadır. Artıq yayın bir ayını geridə qoymuşuq. Bugün sonuncu gündür. Sabahdan iyul ayı başlayır, amma havalar elədir ki, başa düşmək olmur. Yaydır, payızdır, bir gün yaxşıdır, bir gün pisdir. Çöldə havalar elə sərin keçir ki, uşaqlar da kitabları götürdülər və düşdülər aşağı, orada oxumaq istədilər. Bizim Botsman heç darıxmır çöldə, çünki uşaqlar bütün günü qaçırlar yanında. Botsman da onlarla birlikdə qaçır. Bugün mən 3-cü mikrorayona getmişdim, işim var idi. Getdim, öz işimi həll elədim və sonra oradan biraz meyvə almışam. Nə qədər mən bazara gedirəm, yol üstü harasa gedirəm, meyvə alıram. Ancaq 3-cü mikrorayonda satılan meyvələri çox bəyənirəm. Çünki orada çox səliqəli, qəşəng yığırlar, düzürlər və adamın lap belə iştahı açılır. Elə orada götürüb yemək istəyirsən. Ona görə mən də oradan yan keçdim və aldım meyvələr. Hərəsindən biraz götürdüm, çünki istidir və meyvələr biraz tez xarab olur. Bizdə burada çox bahadır. Orada çox ucuzdur. Adətən deyirlər ki, şəhərdə baha olur, amma o qıraq rayonlarda, daha kəndlərdə ucuz olur. Bura Binəqədi kəndi sayılır da deyəsəm. İli Binəqədi, niyə Binəqədi kəndi də sayılır burada. Və burada əcəminin qiymətlərlə baxsaq, orada daha ucuzdur, nəinki bizdə. Və mən də yol üstü götürdüm, biraz meyvə aldım, sizə göstərəcəm nə götürdüm. Burada deməli assorti meyvə götürmüşəm, hərəsindən biraz. Şaftalıdır, nektarindir, sonra o belə pləşmə olan şaftalı ondan da götürdüm. Ərik, gavalı, hər bir şey var da burada. İndi bunu boşaldım, yoxsa əziləcək. Gedim qəşəng yuyum bunu və qoyum vazoçkanın içinə, qoy uşaqlar yesinlər. Belə meyvə, banan götürdüm 1 manat 50 qəpiyə, bizdə 2 manat 80 qəpik, 3 manata belə bu qiymətlərdə satılır, amma əcəmidə 1.50-yə banan aldım. Ceyrançıq məndə çeri pomidoru xoşlayır və ona biraz belə pomidor götürmüşəm xırda, qiyməti 2 manata idi. Sonra qarğıdalı deyim sizə. Şəhərdə deməli qarğıdalı 50 qəpiyədir, burada bizdə Binəqədidə, kənd Binəqədidə bizdə 70-80 qəpiyədir. Özdə üstü bağlıdır, bilmirsən içi nədir və seçirsən, evə gəlirsən, baxırsan ki, içi bomboşdur. Amma orada baxın belə vəziyyətdə satırlar, özün hansını istəyirsən seç götür, bir dənəsi 50 qəpiyə. Sonra burada deməli lobya götürdüm, lobya bişirəcəm. Burada Botsman üçün biraz yemək götürmüşəm. Bu toyuğun ayaqları, qanadları, belə şeylər biraz götürdüm. Çünki bilmirdim nəyi yaxşı yeyəcək, ona görə hərəsindən biraz götürmüşəm. Ayaq verdim, çox qəşəng yedi, 5 dəqiqənin içində yox elədi və ona görə bunu biraz da böləcəm. Axşam yenə verəcəm. Gündə 2 dəfə yedizdirirəm Botsmanı. Bir də burada biraz nə almışam, göstərim. Belə tapiçka götürdüm. Çox qəşəng, rahat tapiçkadır. Mən uzun müddətdir ki geyinirəm. Həm yüngüldür, həm rahatdır. 2 dənə birini götürdüm. Məndə biri evdə var, точно bundan, biri ayağımdadır. Bütün günü bununla gəzirəm. Onu niyə götürdüm? Çünki o tapiçka ilə hamam tualeti təmizləyəndə həmişə yaş olur. O quruyanda evdə ayaq-yalın gəzməyi xoşlamıram. Evdə əslində tapiçkam çoxdur, 3-4 dənə tapiçkam var, amma biri ağırdır, biri rahat deyil, biri nə bilim nədir, hərəsinin bir çepası var və ona görə bundan götürdüm. Точно eyni o tapiçkadan, görüm necə olacaq. Çox qəşəng, rahat tapiçkadır, düz üstümdədir, qəşəngdir, çox bəyəndim. Belə, bunu özümə götürdüm, sonra zakolka götürmüşəm, bundan 3 dənədir. İndi tapım paketdə tapa bilsəm. Bunu göstərim. Abdi.
3 dənəlik belə zakolkadır. Qiyməti 1 manat 50 qəpiyə idi. Biri hoşum 50 qəpiyə düşürdü də. Çox qəşəng, rahat zakolkadır, yumuşaq. Mən taxacam, Leyli taxacaq, sonra Ceyrancıq taxacaq. Ona görə bu bizə yəqin ki, bəs eləyəcək. Düzdür, bilirəm bir həftədən sonra biz bu zakolkaları itirəcəyik. Bu bizdə həmişə belədir. İstəyir təzə rezin alım, zakolka alım. Xeyir yoxdur. Bir həftədən sonra biz hər şeyi itiririk. Ona görə mən uca bilirəm ki, bir həftədən sonra bu zakolkalar yoxa çıxacaq. Bir də qızlarıma belə qəşəng bantik almışam. 2 dənə götürdüm. Amma bilmirəm, Leyli bunu taxacaq, yoxsa yox. Ceyran bilirəm 100% taxacaq. Bu rəngi Ceyran bəyənir. Həm də ki, belə bantikli olan şeyləri çox sevir. Ona görə götürdüm. Dedim, ikisi də taxsın. Amma Leyli bilmirəm, taxacaq, yoxsa yox. Belə, 2 dənə belə bantik götürmüşəm. Bunu Ceyrana götürdüm, şortik. Əslində ona cins şalvar, bir də cins şortik almaq istəyirdim. Amma tapa bilmədim. Materialı gah qalın idi, gah da ki, burada düyməli olmuşdu. O da mən sevmirəm. Uşaqlarım da heç xoşlanmırlar. Geyinəndə çox rahat olmur və sıxır, belini sıxır. Ona görə mən alanda həmişə burası cins olsun, rezin olsun seçirəm. O da ki, yox idi. Ceyranın razmerində yox idi. Hamısı çıqılı idi. Ala bilmədim və belə, yaxşı ki almadım, belə qəşəng şortik tapmışam, kətandır, təmiz kətan. Çox qəşəng, rahatdır, yumuşaqdır. Belə bir şortik götürmüşəm. Burada iki tərəfdə belə karmaşıq var, cib var. Bir də belə bir şortikdir, bu da kətandır, təmiz kətan. Bir də belə şortikdir, biraz ondan qısadır. Burada da uzun, belə cibi var. Ceyran xoşlayır belə cibli, şalvar olsun, yupqadır, şortik, belə şeyləri sevir. Belə 2 dənə şortik götürmüşəm ona. Kofta, futbolka heç nə almadım. Çünki evdə doludur da futbolka ilə. Keçən il xeyli almışdım, set almışdım keçən il. Bəzilər var, hansı ki heç geyinməmişdi və ona görə almadım. Dedim, kofta var, bu 2 dənə şortik geysin. Belə. Bir də maşına belə bir iy götürdüm. Qəşəng iy gəlsin. Gelim maşını qəşəng təmizləyim və ondan sonra bunu asım ki, qəşəng maşından iy gəlsin. Mən isə bazara öz sumkayla, bazara yox, işimin dalınca getmişdim. Yəni, hara gedirəm, bu sumkayla gedirəm. Çox bəyənirəm, çox rahatdır. Nə istəyirsən içinə doldur və yanında başqa əlavə sumkaların olmur. Bununla qəşəng getdin, belə çıqqı getdin, iyi gəldin. Çox qəşəng, rahatdır. Belə, bu qədər baza. Bir də neynədim? Getdim Ceyran üçün belə bir şeylər çıxartdım. Artıq tətildir, amma işləmək lazımdır ki, məktəb açılanda heç bir şey unutmasın. Belə iş dəftəri var, amma mən tapmadım və ona görə bunu çıxartdım. Burada deyəsə 52, yoxsa 54 dənə vərək var. Rus dilidir və riyaziyyat. İkisini də işləyəcəyik Ceyrandan hər gün. Belə, inşallah. Belə, nəysə, indi bunları yığışdırım və ondan sonra gedim, işimi görüm. Amma ilk növbədə qəşəng çay içim, biraz dincəlim və ondan sonra başlayım iş görməyə. Ağaclara əkəcəyik. Yolka. Bura. Yolkaların nəticəsini sizə göstərmədim. İnşallah növbəti vlogda göstərəcəm. Çünki əkib qutarandan sonra qaranlıq oldu və ağcaqanadlar bizə imkan vermədilər. Ona görə qaça-qaça hər şeyi əkdik və oradan qaçdıq. Sizinlə sağollaşıram. Növbəti vlogda inşallah yenidən görüşərik. Hələlik.